Çalış, özündən çox heç kimə dəyər vermə. Çalış, özündən çox heç kimi sevmə. Öz dəyərini bil. Bu egoistlik deyil. Xeyr, əsla. Bu sadəcə özünə dəyər verməkdir. Nə qədər ki, özünü dəyərsiz, başqalarını özündən daha üstün görəcəksən, o qədər də çox əziləcəksən, o qədər də çox sevilməyəcəksən, o qədər də çox görməzdən gəlinəcəksən. Lakin nə vaxt ki özünü üstün saysan, nə vaxt ki özünü sevsən, özünə dəyər versən, onda baxarsan ki, artıq hər kəs, ətrafındakı hər kəs sənə dəyər verir. Həqiqətən də belədir. Mən yoxlamışam, öz həyatımda yoxlamışam. Nə yazık ki, bunu gec başa düşdüm. Lakin sənə tövsiyəm, əgər yaşın azdırsa, 20 yaşlardasansa, 25 yaşlardasansa, bu nemətdir. Yəni çalış, özünə dəyər ver. Özünə dəyər vermək güzgünün qabağına keçib özümü sevirəm demək deyil. Özünə dəyər vermək səni incidənlərdən, səni görməzdən gələnlərdən, səni yoxmuş kimi sayanlardan uzaq durmaqdır. Elə insanlardan uzaq durun. Onlar sizin müsbət enerjinizlə qidalanırlar, sizə mənfiləri ötürürlər. Nə qədər sevdiyiniz insan da olsa, nə qədər dəyər verdiyiniz, nə qədər ən yaxınınız da olsa, onlardan uzaq durun. Əgər qarşınızdakı sizə dəyər vermirsə, sizin üçün heç bir şey etmirsə, ancaq sizə negativ ötürürsə, elə insanlardan uzaq durun. Ən yaxınınız olsa belə.